Sen əmimi axırıncı dəfə haçan görmüşsən? Atam ölmemişten bir ay evvel olar. Bir ay əvvəl. Əmin nə işlə məşğuldur? Biznesmen. Biznesmen ola bilməz. Biznesmen sənin burada olduğu bilə bilməzdi. Onda mən elə bilirdim də. Çay içirsiniz? Ne olub? Əmim gelmişti. Əmin? Çınar'ın beynini karıştırdı gitti. Ne dedi ki? Başa düşmədik. Sirli danışdı getdim. Yəqin dayın oğludur. Ömer, buradan getmək lazımdır. Eğer əmmə göre deyirsənsə o təhlükəli adam değil. Sadece kardeşini itirib diye Ömer, o bizim yerimizi bildi. Dedi senin hakkında her şeyi bilirim. Buradan gitmek lazımdı. Kapının ağzına koymuştular. Yaman ağırdı. Çekilin biraz kenara.
Bibi salam. Ne oldu be? Senem? Sen bana dedin ki... Sen bana dedin ki onu yola salmışsın. Aeroportda yola saldım da kapının ağzından dedi gayet. Kapının ağzı. Sen onu ahıra kadar yola salmalıydın. Ahıra kadar yola salmalıydın. Başa düşürsen ahıra kadar, teyyareye kadar, kapıya kadar yola salmalıydın. Serbestdi. Ben niye yaşıyorum? Niye yaşıyorum ben? Ne senemi koruyabildim, ne ayağını koruyabildim. Ben ölmeliydim. Ben ölmeliydim. Çınar oğlum. Ömer, Ver bura. olur bana göre öldü. Deməli sənə görə öldülər. Sənin ölümün hansını geri qaytaracaq? Hə? Sənin ölümün hansını geri qaytaracaq? Qızını? Ya sənəmi? Sənin ölümün heç birini geri qaytarmayacaq. Sənin ölümün ancaq bizi öldürmək istəyənlərə sərf eləyir. Anlamak istemiyorum. Senemin ne günahı vardı ha? Bak susursan. Senemin hiçbir günahı yok idi. Ya. Ya da var idi Senemin günahı. Senemin günahı bana güvenmeydi. Onların yerine ben ölmeliydim. Ben cehennemde yanmalıydım. İndi onlar ana bala cənnətdədirlər. Yok. Ben yanmalıydım. Deməli sən ölməliydin, hə? Deməli sən ölməliydin. He. Tək çare budur, hə? Tək çare budur. Al onda. Al vur beni. Sonra ananı, sonra dayın oğlunu. Al vur. Ömer. Kes sesini. Al öldür de, al öldür bizi. Çünkü sen ölenden sonra bizim de aklımıza çıkacaklar. Hiç olmasa senin elinden ölek. Al. Ya da biz birleşip onların axırına çıxmalıyıq. Bəlkə də bu sənin üçün boş görünə bilər. Amma ölsək də öz əlimizdən ölək. Mübarizə aparıb ölək.
daha qorxaqlar kimi yox. Haklısın. Bağışla, mənə görə oldu. Sən bağışla əslində. Sənə mən qorumalıydım, qoruya bilmədim. Öz günahımı sənə yıxdım. Qutunu aparıb bastırmaq istəyirəm. İçindən bu kağız çıxdı. Notebookda olan adlar verilməsə, sevdiklərin bir-bir öləcək. Qafur, Qafurun cəsarəti buna çatmaz. bəs onda kim? Tanış ol. Çınardı. Hə? Məni qoruyan o olub. Səni məndən başqa qoruyan olmayacaq. Bir dəqiqə. Siz ömrün burada olduğun hardan bildiniz? Mən hər şeyi bilirəm. Sənin haqqında da hər şeyi. Əzizlərin, doğmaların haqqında hər şeyi. Mən gedim qutunu götürüm, aparım, bastırım. Mən də gələcəm. Çınar, buradan da çıxmaq lazımdır. Elə hamı gəlsə yaxşıdır. Çıxmağın heç bir mənası yoxdur. Onsuz da onlar məni addım-addım izləyir. Mən gedim qutunu götürüm, çıxıram. Nə olub? Ömür, Əmin hardan bilirdi mən buradayım? Bilmirəm. O dedi ki, məni yaxşı tanıyır. Hətta sevdiklərimi də. Ax, mənim əmim adi adamdır. Ya da mən elə bilirəm. Əslində bura səni görməyə gəlməmişdi. Öz gücünü mənə göstərməyə gəlmişdi. Sənəmə görə çox pis oldum. Sənin içində baş verənləri də başa düşürəm. Amma sən özünü günahkar hesab eləmə. Olan oldu. Ehtiyatlı olmasan səni də aradan götürərlər. Götürə bilməzlər. Onlara notebookdakı siyahılar lazımdır. Sən də adları ver. Ömür, niyə çıxıb getmirsən? Səni sevirəm. Yanında olmaq istəyirəm. Xoşbəxt olmağı hamı istəyir.
Sən mənlə bədbəxt olmağa hazırsan? Ölsəm də yanında olmaq istəyirəm. Polis dostlarıma demişəm ki, sənəm itib. Mən Bibi ilə maşındayım. Başın sağ olsun. Gedək Bibi. Kızım. Yəqin fərqindəsən ki, mən sənin atan deyiləm. Atalığına. Bilirsən ki, səni mənə görə öldürüblər. Elə sənəmi də. Amma səni necə çox sevdiyimi də bilirdin. Sənə söz verirəm Aya. Sənin qatilini tapacağım. Necə ki? Sənin canıva qıydılar. Mən də onların canına qıyacağım. Sənəmi tanıyandan qızı üçün çabalayırdı. Qızının yanında olmaq üçün. İndi arzusuna çatdı. İndi ikisi də bir yerdədirlər. Amma bir şeyə çox sevinirəm ki, mən öləndə onların yanında olmayacağım. Çünki cənnət mənim kimi adamlar üçün deyil. Mən də adam öldürmüşəm. Ona görə də ölsəm cəhənnəmdə yaxandan əl çəkməyəcəm. Çınar, dayıoğlun qulağına nə dedin? Hələ də buradadılar. İstəyirsiniz tutaqları? Oldu. Hazır olun, maşına minən kim tutur onları. İcazə verirsinizsə mən ölkəni tərk edim. Niye? Çünki biz Sənəmin başına gətirdiyimiz oyundan sonra o vəhşi canavar kimi bizim qanımız dökəcək. Narahat olma. Birazdan Çınar'ı getirip bana paket edecekler. Nə? Onda 100% gelməyə lazımdır ki. Yaman ağcıyarmışsın sen. Ağcıyər də öyle, mən qəlbim qaradır. Sadəcə olacaqları bilirəm qabaqcadan. Ne olacak ki? Ha? Ne olacak? Orada hamı qırılsa da, o oradan sağ salamat çıxacaq. Bu defa yok. Bu defa yok. İndi onu qəbirstanlıqdan getirəcəklər mənim yanıma. Bu defa yok. Rəisə denən Çınargili gətirmişəm. Rəis Çınarı gətiriblər. Gelsinler.
Hoş gelmişsiniz. Anamın günahı neydi? Onu niye öldürdünüz? Sana demiştim axı. Senin qohumlarını, doğmalarını hamını tanıyıram. Sana göre az adam ölmeyip. Müdür de senin hakkında deyirdi. En yaxşı killer sənmişsən. Bize çok pul kazandırmışsın. Ama bu çok azdı. Daha çok kazandırabilirsen. Daha çok doğmaların ölmesin diye. Qafur buradadır. Yok. Yoktu burada. Mənə qafuru ver. Burada şərtləri mən qoyuram. Bilirəm. Sən qafuru mənə verirsən, mən qafuru öldürürəm, sonra da gəlib sənə təslim olurum. Adları ver. Qafuru ver, adları verəcəm. Gafur burada yok. Canından kanından olmayan bir uşaq üçün alemi qatmağa dəyərdi. Dəyərdi. Elə indi də dəyər. Onda adları ver. Eğer bunu okuyursansa demeli şerefsizsen. Çok gülmelidir. Çınar, nahaq belə elədim. Nahaq belə elədin Çınar. Belə çıxır ki, daha çox doğman öləcək. Öldürün dayı oğlunu. Öldürün dayı oğlunu. Reis bağışla. Dayıoğlunun oyununa geldim. Dikkatli olun. Onlar gelen kim götürüyor? Gözünüzü dört açın. Şşt, yavaş. Bizi müdürün yanına apar. Yok etsinler. Öldürürler beni. Öldürərlər. Çınarın bir şirkəti var, sən düzəldəcəyik ora. Ayda da 5000 maaş. Deməli səhər-səhər xaş. Günorta krevetka. Axşama bozbaş. Yəni, ürəyin istəyən tibbi sığorta. Hər şey, narahat ol. Sakitləş. Və bizi öldürməyəcəyik. Hı? Qulaq as. Dedilər kimi gətir. Dayıoğlunla seni. Bəs ömür? Onu serbest bırakın dediler. Götür müdürə zəng elə, de Çınarla dayı oğlu əlimdə gətiririm. Sinar. Müdür tapşırıq yerine getirildi. Dayıoğlu ile Çınar elimizdedir. Aha, yanımıza getiririm. Oldu.
Dayoğlu. 2 nəfər etibarlı adam lazımdır. Amma mütləq kostyumda olsunlar. Həll eləyərik, problem yox. Dediyimizi eləsən, sərbəst qalacaqsın. Başa düşdün? Başa düşdüm. Satqın. Görünür, səni düzgün qiymətləndirməmişəm. Əmican, deməli belə eləyirik. Sən qafuru verirsən mənə, mən də adları, siyahını verirəm sənə. Siyahıda olan adlar dünyanın ən şərəfsiz insanlardır. Onları qorumaq kimi bir fikrim yoxdur. Onları şantaj eləyərsən, pul alarsan, öldürərsən, nə eləyərsən, özün bilərsən. Sən pulu qazanırsan, mən də qafuru. Qafur onu göndərdiyim evdədir. Amma ölkədən çıxıb gedəcək. Ünvan. Bu göstərər. Adlar. Əsl adlar buradadır. Dayoğlu. Satdın məni. Ha? Bəs məcbur idim. Rəhmətliyə də krevetka söz vermişdim. Otur maşına. Alo. Ha bibi, narahat olma, yaxşıyıq. Nə? Yaxşı. Nə olub? Deyir, Ömür evdən çıxıb. Necə çıxıb, hara gedib? Deyir, bilmirəm. Dedi, Çınarın yanına gedirəm. At görək. Buradır. Qafur buradadır. Gedə bilərəm mən? Hə, gedə bilərsən, amma rəhmətə. Nə edirsən dayoğlu? Getmək istəyirdi də. Bura sənəmi saxladıqları yerdir. Gedək. Nə gedəsən ara? Sənə kömək eləmək. Lazım deyilsən maşında qal. Çınar, mən səni tək... Deyirəm ki, maşında qal, lazım olsa xəbər eləyəcəm. Yaxşı. Qafur! Bilirəm, buradasın. Hə, buradayım. Qafur! Ay şərəfsiz! Sən mənim üzümə necə baxırdın, hə? Hə? Mən bu illərdə o qədər üzlər görmüşəm ki, sənin üzə baxmağa nə var? Səni tanıdığım günə lənət olsun. Lənət olsun, Qafur. Onsuz da biz doğulandan lənətliyik də.
Axır ki tək-bətək qala bildin, hə? Gərək bağışlayasan. Tək deyilik. Silahı yavaş-yavaş qoy yerə. Bağışla Çınar. Yavaş-yavaş, tələsmədən silahı qoy yerə. Qafur. Qızın günahı yoxdur. Burax qızı. Buraxın. Buraxıram. Otur. Bağışla Çınar. Yine de sen problem çıkarttım. Qafur. Qızın yanına lazım deyil. Kızı bırak geçsin. Sonra ne istersen elə. Niyə? Qızın atasını öldürən də yaxşı idi. Hı? Yalan nə deyim? Bilirdim ki, müdürün yanında hoqqa verəsən, ona görə müdürü aradan götürdüm. Belə də ki, əslində ömür olmasaydı, mən çoxdan ölmüşdüm. Çox sağ olun Əmir xanım. Çınar. Səni mən Çınar eləmişəm. Kim idin sən? Hə? Kimə lazım idi? Valideynə lazım döydün sən. Mən səni rəisin yana aparmışam. Səni mən bir nömrə eləmişəm. Hər dəbə mənim yanımda rəis səni göylərə qaldıranda elə bir qaynar su töküldü başıma. O sifarişi qəbul eləməliydin. Bu işin qaydası belədir. Qəbul eləsəydin sən məni öldürmüşdün. İndi isə mən səni öldürürəm. Hı? O güllə sənə dəyməliydi. Qızıva yox. Mənim qardaşım yox idi. Səndən tanış olanda 12-13 yaşım vardı. Mən səni doğma qardaşım kimi çox istəmişdim. Atamdan sevgi görməyəndə o sevgini mən səndə axtarmışdım. Uşağımı öldürəndən sonra sənin təsəllinlə həyatda qalmışdım. Sən demə uşağımın qatili mənə təsəlli verirmiş. Sən necə baxırdın mənim üzümə? Biz bir-birimizi güllələrin qarşısından almışdıq. Mən heç vaxt ölməkdən qorxmamışam ki. Özün də yaxşı bilirsən, bədənimdə güllə əlindən yeri yoxdur. Kaş sənin əlində ölməzdim. Çox ağırdı. Duyğulanmadım.
Nə baş verirsə artıq baş verib. Hamısı xatirədir. Kaç. İndi isə ya bu nağılı bitirək. Qusaraq bu söhbəti. Ne oldu? Reyna hala. Çınar. Danış da ne oğlum? Alo. Ne? Olabilmez. Ne olur? Danış da. Çınar aparan təcili yardım maşını yanıb. Çınar da içinde. Olabilmez. Olabilmez. Çınar. Oğlum, Çınar. Kardeş kızı. Hoş gelmişsin. Hoş gelmemişim. Seni öldürmeye gelmişim. Sen Çınar'ı öldürdün. Ben de seni öldüreceğim. Ben onu öldürmemişim. Hiç olmasa düzünü dine. Öldürseydim derdim daha. Senden korktu. Hiç vaxt plansız iş görme. Hiç vaxt. Atan da beleydi. Ne oldu? Öldü. Sen de öleceksin.
olsam ne ederdin? Çınar. Açmamış gülsen Çınar. ben senin katilin, sen bunu bilsen. Yanımda ebedi kalabilmersen, sen benim sevgilim olabilmersen. Bir çınar kölgesi bir ömür olmaz. Baltalar vurular dibine bir gün. Bu dünya fanidir, ebedi kalmaz. Ölümle girerik kebine bir gün. Feleğin benimle şertine bir bak.